Möhtərəm və dəyərli müsəlmanlar, bəzən biz qeyri-müsəlmanların bayramlarının qadağan olunmağı barəsində danışanda əlavə fayda üçün orada baş verən pisliklərə də toxunuruq. Məsələn, içkinin, zina, musiqi, kişilərin qadına qarışması, qadınların kişiyə qarışması. Belə olanda bəzi müsəlmanlar sual verir ki, bəs yaxşı onda musiqi olmadan, içki olmadan, kişilər başqa, qadınlar başqa, məqsədimiz də uşaqları sevindirməkdir ki, uşaqlar sevinsin, başqa uşaqlardan seçilməsin. Belə olduğu halda qeyri-müsəlmanların bayramlarını keçirtmək olarmı? Cavab odur ki, o bayramlar, qeyri-müsəlmanların bayramlarını keçirtmək ona görə qadağan olunmayıb ki, orada içki var və ya musiqi var. Hətta sən o bayramları içkisiz, musiqisiz keçirsən belə, şəriət sənə qadağan edir onu keçirtməyi. Yəni, Allah Subhanahu taala bizi çəkindirir qeyri-müsəlmanların adətlərindən getməyi, onların bayramlarını qeyd eləməyi, həmçinin müsəlmanların özlərini qeyri-müsəlmanlara oxşatmağı, həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Mən təşəbbəhə bi qavmin fəhuvə minhum." Kim özünü bir qovmə bənzədərsə, o da onlardan sayılar. Həmçinin Allah Subhanahu taala Quran-Kərimdə bizə əmr edir və buyurur ki, yaxşılıq və təqva üzərində yardımlaşın, kömək eləyin. Pislik və düşmənçilik üzərində isə bir-birinizə dəstək olmayın, yardım eləməyin. Həmçinin elm əhli bu ayəni